Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2 fevral Azərbaycan Gənclər Gününə həsr olunmuş könüllü təşkilatların dayanıqlı inkişaf forumunun ikincisi keçirilməkdədir. Forumun əsas məqsədi könüllü təşkilatları arasında şəbəkələşmənin və əlaqələndirmənin qurulması, dayanıqlı inkişafın təmin edilməsi, könüllü mübadiləsinin həyata keçirilməsidir. Forum 5 nəfər könüllü iştirakı ilə həyata keçirilir. Forum çərçivəsində Bakıda fəaliyyət göstərən könüllülərlə yanaşı, eyni zamanda regionlarda fəaliyyət göstərən könüllülərimiz də iştirak edir və fəaliyyətlərində fərqlənən gənclərimiz 2 fevral Gənclər Günü münasibəti ilə mükafatlandırılacaqdır. Düşünürəm ki, könüllülük təkcə sadəcə könüllülük sözü ilə bitmir. Burada artıq sosiallaşır, başqalarına kömək göstərir, bir dəyərdir. Mən də çox şadam ki, bu dəyərin bir parçasıyam. Düşünürəm ki, bu tədbirdə də könüllülər özlərinin nə qədər dəyərli olduqlarını başa düşəcəklər və davamlı olaraq müxtəlif təşkilatlarda könüllü olaraq fəaliyyət göstərərlər, özlərini daim inkişaf etdirərlər. Hər bir kəsə Gənclər Günü münasibətilə hər kəsi, özünü ən əsası gənc hiss edən hər kəsi təbrik edirəm. Bir çox fəaliyyətlərdə iştirak etdiyimizə görə bu daha maraqlı və daha səmərəli. Həmçinin təhsil aldığımız müddət ərzində asudə vaxtımız çox olur və asudə vaxtımızda səmərəli şəkildə dəyərləndirmək üçün könüllülük fəaliyyətləri bizim üçün çox möhtəşəmdir. Qarşıdan gələn 2 fevral Gənclər Günü münasibəti ilə bütün gəncləri və könüllüləri təbrik edirəm. Könüllülük bizim üçün həqiqətən böyük bir dəyərdir biz gənclər üçün. Gənc Könüllü İctimai Birliyi vasitəsilə yerli və beynəlxalq layihələrdə iştirak edib təcrübəmi daha da artırmışam. Onun üçün Gənc Könüllü İctimai Birliyi mənim üçün unudulmaz bir təşkilatdır.